Vaxtilə çox yüksək dəyərləndirilən və hətta adına ağqızıl deyilən pambığa bu gün də tələbat çoxdur. Bu məhsul bir çox bölgələrimizdə, o cümlədən Yevlaxda da istehsal olunur. Yüksək məhsuldarlıqlı pambıq yetişdirilən rayonlardan olan Yevlaxda da artıq ağqızılın yığımı yekunlaşmaq üzrədir. Sahələrdən texnikalarla toplanan pambıq yüksək məhsuldarlığı ilə təsərrüfatçıların üzünü güldürür. Bu il Yevlax rayonu üzrə ümumilikdə 300.301 hektar sahədə pambıq bitkisi əkilib. Rayonda ən böyük pay Prime Cotton MMC-yə məxsusdur. Ağqızılın yüksək məhsul verməsi üçün tarlalarda aqrotexniki qaydalara uyğun becərilmə aparılıb. Mütəxəssislərin sözlərinə görə sahələrdə suvarma ilə yanaşı alaq otlarının təmizlənməsi, torpağın yumşaldılması, gübrələmə və zərərvericilərə qarşı tədbirlər vaxtında görülüb. Rayonda pambıq becərilməsinə maraq böyükdür. Əkdiyimiz sortunun əksəriyyəti çox faizi lazerdir. Ümumi məhsullarımız hektara bu dəqiqə faktiki olaraq 39.3-dür. Ümumi becərmə bütün aqrotexniki qaydalar vaxtında əməl olunur, dərmanlamalar hamısı vaxtında gedir. Fermerlər maraqlıdır, ən çox maraqları pambıq əkməkdir. Yevlax rayonunda 2024-cü ildə 2455 hektar sahədən 9111 ton pambıq yığılaraq məhsuldarlıq 37,1 sentiner olmuşdu. Onu da qeyd edək ki, pambıqçılıq Yevlaxda təkcə kənd təsərrüfatının bir sahəsi deyil, həm də yerli iqtisadiyyatın, kənd sakinlərinin dolanışığının mühüm dayağıdır. Rahim İbrahimoğlu, Ülviyə Orucova, Yevlax.